Təbii ki, davamlı, səbirli şəkildə, idmana ciddi şəkildə yanaşma, eyni zamanda kardio məşqlərini etmək və eyni zamanda gün ərzində maksimum şəkildə aktivliyi artırmaq əvvəl-axır sənin çəkini aşağı salacaq. Amma bizim fokusumuz çəkinin aşağı düşməyə yox, bədənimizin daha yaxşı formaya düşməsi olmalıdır. Belə deyə bilərəm. Sizin çəkiniz sabit qalıb, amma bədəninizdə ciddi şəkildə dəyişikliklər görürsünüz. El çevrəvinizin incəlməsini hiss eləyirsiniz, əzələ kütlənizin artmağını hiss eləyirsiniz. Əsas mövzu bayaq dediyimiz kimi də insanların qidalarını tanımamaqdır. Düşünürlər ki, sağlam qidalanırlar, amma əslində ola bilər, dediyimiz kimi sağlam qidalanırlar. Yəni dietik hər hansı bir qidanı düşünürlər və burada həcmi fikirləşmədən yeyirlər. Axı bizim hər birimizin qəbul etməli olacağı kalori miqdarı var. Biz onu keçsək, normal olaraq çəkimiz artacaq. Yəni yağlama prosesi gedəcək. Ona görə sadəcə mövzu sağlıqlı qidalanmaqda deyil. Miqdar çox önəmlidir. Yəni miqdarı bilməlisiniz. Sizə nə qədər lazımdır. İnsanlar məsəl üçün meyvəni o qədər məsum bir şeymiş kimi düşünürlər ki, amma əslində yəni meyvənin özünün belə bir sizin günlük qidalanma rasionunuza uyğun həcmi olmalıdır. Siz o həcmi keçdiyiniz müddətcə normal olaraq yəni arıqlama prosesiniz dayanacaq, hətta kökələrsiniz. Və dediyim kimi, çalışın ki, sağlıqlı qidalara üstünlük verin, qeyri-sağlam qidalardan da uzaq durun. Mən ümumiyyətlə yemək olmaz demirəm, bu da bir yanlış fikirmiş kimi çıxmasın. Yeyə bilərsiniz. Siz günlük qida rasionunuzu elə qurarsınız ki, siz orada təbii ki, sağlıqlı çörəklər olsa daha yaxşı olar. 2 dilim çörək deyirsəz, günlük qidalanma rasionunuza əgər uyğun planlamısınızsa heç bir problem yaşamarsınız. Və yaxud da ki, siz günlük qidalanmanızda şokolada belə yer verə bilərsiniz. Genəlliklə bizim kimi idman müəllimlərinin verdiyi tövsiyə o yöndə olur ki, bu qidalardan uzaq olun. Çünki insanlar çox vaxt bunun həzmini tutuzdura bilmirlər. Biz biraz deyirsən, sən deyəndə ki, bir dilim gedir yeyir 3 dilim, deməyə peşman olursan, sonra deyirsən ki, ümumiyyətlə çörək yemə. Sonra da deyir ki, niyə yeməyim falan filan. Belə bir müzakirələrsə, əlbəttə ki, yemək olar dediyimiz kimi. Sağlıqlı karbohidratlardan istifadə etsək, misal üçün çörəyin əvəzində ola bilər ki, düyü istifadə eləyək, ola bilər ki, qreçka və yaxud da ki, kartofdan falan. Yəni bu kimi şeylər istifadə etsək çox daha məqsədə yönlü olar, amma dediyimiz kimi, siz hər hansı bir qidanı istifadə edəndə daha önəmli olan şey miqdardır. Miqdarı keçməməyə çalışsaz, günlük ona görə də siz bilməlisiniz ki, gün ərzində nə qədər kalori almalısınız defisiti yarada bilmək üçün. Onun içərisində bir bölgü yaradıb o şəkildə qidalansınız, daha faydalı olar. Elbəyin də bayaq dediyi kimi hərəkətlilik. Siz hər şey qaydasındadır, yaxşı qidalanırsınız, amma istədiyiniz kimi itkini yarada bilmirsiniz, yağ yandıra bilmirsiniz. Burada hərəkətlilik də çox önəmlidir. Çalışın ki, günlük həyatınıza aktivlik gətirin. Biz ola bilər ki, müəyyən şeylərdə komfortu sevirik, komfortlu həyatı yaşamaq istəyirik. Hər yerə maşınla getmək, gəlmək kimi şeylər. Amma düşünün ki, insanlar nəsillər boyunca belə gəlməyib. Yəni bizim uşaqlığımızda belə biz bazara gedərdik, eləyərdik, hər hansı bir fiziki işlə məşğul olurduq, oynayırdıq küçələrdə hər zaman futbol falan. Yəni istər qızı, oğlanlı ortada qaldı zat bilmirəm, siz oynamısınız, biz çox oynamışıq misal üçün. Bu kimi indi uşaqlar yoxdur, ümumiyyətlə yoxdur. Yəni otururlar telefon başında, bütün günü hərəkətlər. Baxırsan ki, uşağın bir yaşı yoxdur, amma uşaq az qalıb dobez olacaq, göbəklər falan filan. Yəni bu şəkildə olmamalıdır axı. Yəni biz bu həyatı sağlıqlı şəkildə yaşamalıyıq. Bu komfort bizə verilibsə, bu komfortu yaşayaq, amma sevdiyimiz bir hərəkətlə də məşğul olaq. Yəni nəzərdə tutduğum şey nədir? Siz ola bilər ki, fitnesi sevməyə bilərsiniz. Ola bilər ki, basketbol sevirsiniz, ola bilər futbol sevirsiniz, üzgüçülük sevirsiniz və s. hər hansı bir idmanla. Yürüyüş olsun, qaçmaq olsun. Mütləqdir ki, nə iləsə məşğul olun. Yəni həyatınıza bir hərəkətlilik qatın. Nə gözəl, biz hər yerə maşınla gedirik, gəlirik. Artıq bazar teması demək olar ki, yoxdur. Biz hər şeyi düşürük aşağıdakı ən yaxın marketdən alırıq. Amma heç idmana da vaxt ayıramırsınız. Özünüz üçün müəyyən bir etaplar eləyin. Elbəyin dediyi kimi, yəni lift əvəzinə pilləkəndən istifadə etməyi fikirləşin. Ən azından biraz evə qayıdırsınız da onsuz da. Bunu pilləkən şəklində etmək çox daha məqsədə yönlü olar. Və yaxud da ki, maşını işə gedəndə bir neçə dayanacaq geridə saxlayın. İşə piyada gedin, gəlin, müəyyən bir qismi. Ki, gününüzdə bir hərəkət olsun. Çünki siz işdə də oturursunuz, evdə də oturursunuz. Və atalar necə deyər, işləməyən dəmir pas atar. Yəni, bu çox gözəl bir nüansdır. Əslində, bugün yaşadığımız proseslərdən biri də budur. Yəni, insanların çox sürətli şəkildə çəkisinin artmasının səbəbi bu hərəkətsizlik və əlçatan qidalardır. Öncəki həyatımızı bir dənə düşünün.
Hər yerdə bu qədər, misal üçün şirniyyat mağazaları olsun, marketlərdə un məmulatları olsun. Yəni bu kimi şeylər hər biri əlçatan deyildi. İndi hara getsəz, istədiyiniz yerdən, yəni yüksək kalorili qidaları, fast foodları falan hamısını ala bilirsiniz. Elbəy bayaq demişdi onu, o da silindi getdi. Hətta gedib almaq belə qalsın qıraqda. Siz sifariş verirsiniz, gəlir oturduğunuz yerə elə yeyirsiniz, oturursunuz. Axı bu bizim sağlamlığımıza çox ziyan vurur. Hərəkətsizlik olsun, qidalanma olsun. Düşünürəm ki, bu həyatı bir dəfə yaşayırıqsa, sağlıqlı yaşamaq lazımdır. Gözəl fit olaraq keçmək lazımdır bu həyatdan. Qocalanda, bəlkə də cavanlığımızı xatırlayanda daha yaxşı xoş xatirələrlə xatırlayıb biz də cavanlığımızda belə idi, elə idi deyə bilərik də. Yəni qocalıqla cavanlığın arasında heç olmasa bir fərq olsun deyə düşünürəm. Ki mən fikrimcə biz qocalanda da elə yaxşı formada olacağıq inşallah. Yəni bizim sizə verəcəyimiz məsləhətlər bu yöndədir. Ümid edirəm ki, sağlığınıza çox daha diqqətlə yanaşarsınız, istər qidalanmada, istər hərəkətlilikdə. Bunu kimsə sizin əvəzinizə etməyəcək, siz etməlisiniz. Bir sözlə, hərəkət eləyin, hərəkətdə qalın, sağlam olun.